Dünən başıma qəribə bir iş gəlib. Laçın univermağına özümə yay payız paltarı almaq üçün mağazaların birinə elə təzəcə girmişdim ki, bir gözə gəlimdi, naz qəmzəli, evli kişiləri də yoldan çıxaracaq geyim tərzinə malik. Qısacası, nəfəsi aliment qoxulu gənc qız üstümə yeridi. Ay müəllim, xoş gəlmişsiniz. Buyurun, divanda oturun. Bir əl dəsmalı ilə divanı da sildi. Ay uşaq, oradan müəllimə təzə dəm çay gətirin, limon, şokolad verin. Nə qulluq müəllim deyəndə, kostyum şalvar almaq istədiyimi dedim. Qız harda jilet, pencək, nə varsa bəh-bəhlə məni geyindirdi. 5-6 dəfə soyundurdu. Təzə dərsləri bir də geydirdi. Aman da vermir ağzımı açım. Qiymət sövdələşməsi edəndə də sözümü yarımçıq kəsir ki, ay müəllim, narahat olma, maya qiyməti ilə olacaq, narahat olmayın. Əməlli başlı bişirdi məni. Nə tər naz qəmzə, iş və naz, nə tər yoldan çıxaran o baxış gülüşlərini həsr etdisə, bir də gördüm kassiya artıq 980 manat pul ödəmişəm. Pulu ödəyən kimi də bayaqdan dəqiqə başı çayımı təsəlləyən, limon salan bu qız çəkildi bir kənara və birdən mənə baxır ki, siz tiktoker, vətəndaş mövqeli Rayət İmam Əliyev deyilsiniz ki, deyəndə elə bil başıma qaynar su töküldü. Orta məktəbi əla qiymətlərlə, musiqi məktəbini fərqlənməklə, 5 il Qarabağda döyüş, veteran ol, Bakı Dövlət Universiteti, bakalavr, magistr pillələrini qırmızı diplomla bitir, müəllim işlə axırda səni gəlib tiktoker kimi tanısınlar. Valla xəcalət çəkdim.